Nam Talu mağarası 13 oktyabr 2007-ci il. Taylandın cənubunda Khao Sok Milli Parkının dərinliklərində yerləşən Nam Talu mağarasına 7 xarici turist və 2 taylandlı müşahidçi daxil oldu. Heç nə baş verəcək faciədən xəbər vermirdi. Nam Talu mağarası quru mövsümdə dayaz sularla dolu keçidləri ilə turistləri həmişə cəlb edib. Lakin həmin gün yağış mövsümünün tam ortası idi. Mağara girişi quru olmasına baxmayaraq dağlıq ərazilərdə hava yağışlı idi. Uzaqda yağan yağışların mağaranın daxilində nə demək olduğu isə çoxlarına məlum deyildi. Qrup mağaranın içinə doğru irəlilədi. Su isə artıq yavaş-yavaş qalxmağa başlamışdı. Əvvəlcə bu adi bir dəyişiklik kimi görünmüşdü. Bələdçilər bunu hiss etdilər, lakin təhlükənin nə qədər yaxın olduğunu o an başa düşmədilər. Geri dönmək mümkün idi, amma bu qərar verilmədi. Hər şey bir anda dəyişdi. Dağlardan gələn güclü sel dar tunellərə doldu. Su sürətlə qalxmağa başladı və keçidlər birdən su ilə doldu. Bir neçə dəqiqə ərzində mağaranın içində panik başladı. Qaçmaq, qurtulmaq üçün yer yox idi. Dar keçidlər su ilə dolmuş, səs-küy qaranlığın və suyun içində boğulmuşdu. Bələdçilərdən biri insanlara yuxarı doğru qalxmağı qışqırdı. Bəziləri mağaranın divarındakı dar çıxıntılara dırmaşa bildi. Digərləri isə güclü axına tab gətirə bilmədi. Bütün keçidlər qısa müddətdə tamamilə su ilə doldu. Bəzi yerlərdə hətta nəfəs almaq üçün yer belə qalmamışdı. O gün mağaraya daxil olan 9 nəfərdən 8-i geri qayıda bilmədi. Ölənlər arasında Almaniyadan olan 10 yaşlı kiçik bir uşaq da var idi. Yalnız bir nəfər sağ qaldı. Böyük Britaniyadan olan yeniyetmə bir qız. O mağaranın divarındakı dar bir çıxıntıya dırmaşıb və orada qalmışdı. Qaranlığın və buz kimi suların üstündə hərəkətsiz şəkildə saatlarla gözləmişdi. Təxminən 16 saat sonra xilasedicilər onu tapa bildilər. Mağaranın içində səssizlik hökm sürürdü. Bu bədbəxt hadisə Taylandda və dünyada böyük rezonans yaratdı. Nam Talu mağarasına yağış mövsümündə ekskursiya rəsmi olaraq bağlandı. Mağaranın girişə xəbərdarlıq nişanları qoyuldu. İyun ayından noyabra qədər mağaraya daxil olmaq qadağan edildi. İllər keçdi. Faciə yavaş-yavaş acı xatirəyə çevrildi. Lakin təhlükə dəyişmədi. 2024-cü ilin avqust ayında qadağaya baxmayaraq başqa bir qrup Nam Talu mağarasına daxil oldu. Hava yenə sakit idi. Bir gün əvvəl yağış yağmışdı, amma səhər səma çox qəşəng idi. Bu dəfə qrupda 22 turist və 2 taylandlı bələdçi var idi. Axşam oldu, qrup mağaradan çıxmağa çalışarkən tarix yenidən təkrarlandı. Yuxarı axınlardan gələn sel suları tunelləri tam doldurdu. Bu səfər turistlər xilas edilə bildi. Amma 37 yaşlı taylandlı bələdçi başqalarına kömək edərkən axına qapıldı və həyatını itirdi. Araşdırma aparıldı və nəticələrə əsasən aydın oldu ki, mağara həmin gün rəsmi olaraq bağlı idi. Bugün Nam Talu mağarası hələ də yerindədir. Onun divarları artıq sakitdir. Amma bu sakitlik keçmişdə baş verən faciələri dəyişmir. Bu hadisələr tarixə ən qarşısı alına bilən mağara faciələrindən biri kimi yazıldı. Çünki təhlükə qəfil gəlməmişdi. Sadəcə qaydalara əməl olunmamışdı.